Hə dostlar, nəhayət biz də gəldik, çatdıq qocalığımızın cavanlığına, yəni 40 yaşımızın tamamına. Hesabat yaşıdır. Nə çox balaca bir yaş deyil, nə də elə həddindən artıq böyük bir yaş sayılmaz, amma bir insan ömrü üçün ciddi bir rəqəmdir. Hesabat vaxtıdır. Nə eləyə bildim, nə eləyə bilmədim. İndi elə bir peşənin belə deyək, içərisindəyik ki, bunu nə eləyib, nə eləyə bilmədiyimin ən dəqiq cavabını özümlə yanaşı tamaşaçım, oxucum, izləyicim belə deyək, o cavabı verə bilər. Elə bir haqqı, elə bir hüququ var. Söhbət doğrudan da oxucudan, izləyicidən gedir, bədxahdan filandan yox, heç negativ də danışmaq istəmirəm. Hasant mı oldu bu yaşa gəlmək, çatmaq? Deməzdim hasanda oldu, çünki belə deyək də, hər bir insanın həyatının çətinlikləri var. Kimin həyatına baxırsınız, baxın, orada mütləq və mütləq çətinliklər var. Əgər o çətinliklər olmayıbsa, demək ki, o ömür bir növü, belə deyim də, elə bir ki, boşuna yaşanır. Özümə nə arzu eləyirəm? Özümə elədiyim ən böyük arzu bura qədər qoruyub saxlaya bildiyim nələr ki var. Daha indi onları bir-bir sıralamaq istəmirəm. Bunu ən yaxın tanıyan adamlar bilirlər təbii ki. İndiyə qədər nələri ki qoruyub saxlaya bilmişəm, onların əsas başlıca o sırada gəlir ki, kiməsə yaltaqlanmamışam, kiminsə qabağına qaçmamışam, işim keçsə də, keçməsə də ondan sonra fərqi yoxdur. Və bir də bacardığım qədər belə mövzularda, belə deyək də, ədalətli olmağa çalışmışam. Bax, bundan sonraki ömürdə də böyük imkanlar, böyük nələr, elə bir arzum yoxdur, açığı. Bir dənə əsas məsələ odur ki, yəni bura qədər gəldiyin kimi getməyi bacarasan. Çünki adam var ki, 50 yaşına qədər də oradan da çox yaxşı yaşayır, 50 yaşdan sonra elə bir səhvə yol verir ki, cəmiyyətin də gözündən düşür, onu tanıyanların da və s. və ilaxır. Nümunələr çoxdur, yəni 50 yaşdan, nə bilim 40 yaşdan sonra o gözdən düşən, nə bilim yolun dəyişən adamlar filan. Yolun dəyişmək deyəndə ki, yəni burada əsas məsələ dediyim kimi, o məşhur bir söz var, deyir, o stoykanı qorumaq deyilən bir fikir var. Bu əslində bütün bu dediklərimin ən doğru ifadəsi ilə bax o sözdür. Yəni hər adam da həyatının sonuna qədər onu bacarmır. Bax, mənim özümə ən çox arzu elədiyim, tam sidq ürəklə bunu deyirəm, həqiqətən, arzu elədiyim bax odur. Ki, indiyə qədər 5 nəfərin qəlbində gerçəkdən də olsa, gerçəkdən 5 nəfərin də olsa qəlbində yerin varsa, bax o yer itməsin, dəyişməsin, o istək, o sevgi, o hörmət azalmasın. Belə o kimlərsə sənə süni təbəssüm eləyə bilər, nə bilim filan beşməkan yox, gerçək istəklərdən gedir söhbət ki, mən o gerçək istəyi çox yaxşı, belə deyək, hiss eləyə bilirəm, ən azından peşəmin verdiyi özəlliklərdən biri də budur.